Dövlətə bax, aeroportda qalıb hamısı yerdə bax. Heç bir taksi apara bilmir. İçəriyə buraxmırlar ki, aeroportun qırmızı taksilər var da, hal-hazırda onlar işləyir. Hər bir şey var da, yəni narkotin var, sertifikatın var, illik nə bilim, hər bir şeydə, yəni vergi, hər bir şey qaydasında, yəni yoxlaya da bilərsiniz. Yəni mən gedirəm, deyirəm ki, məsələn, mən qoşulmaq istəyirəm də, mən də aeroportdan müştəri götürmək istəyirəm, aeroport müştəri. Deyirlər ki, yox da, yəni nə bilim, güyamış şey olmalıdır, hər gün həkim şeyinə getməlisən, həkimdən şeylər keçməlisən, nə bilim, servis olmalıdır, hər gün servisə getməlisən, yəni belə bir şeylər var. Mən girdim içəri, mən də avtomatik olaraq şey bloklanır, kateqoriya bloklanır, sadəcə düşüb çıxa bilərəm. Amma orada halbuki 70 dənə, 80 dənə taksi var, onlar elə bir ki, anda onlar da aktiv. Sürücülər deyirlər ki, hava limanında yalnız seçilmiş şirkətə aid olan taksi xidməti vasitəsilə müştərilərin daşınmasına icazə verilir. Bu vəziyyət isə onların qazancına mənfi təsir göstərir. Aeroportdan şəhərin mərkəzinə qədər olan məsafə 25-30 kilometrdir. Bu yolu müştərisiz qət eləmək həm vaxt itkisi, həm də əlavə yanacaq xərci deməkdir. Buradan mən şəhərdən müştəri gətirmişəm, Acamı metrosundan bura. Burada indi boş qayıtmalıyam şəhərə. Bəs burada dayananda, şlaqbamla çöldə dayananda sifariş götürmək olur? Xeyr, xeyr. Gərək çıxam Heydərəliyev prospektindən, orada xətt açılır. Bəs içəridə taksilər var? Var, bəli, London taksiləri vardı. İşləyirlər onlar, baha qiyməti aparırlar. Bizi də bağlayırlar xətti, bizə müştəri verilmir. Onların apardığı qiymətlə bağlı bir məlumatınız var. Neçə aparırlar təxmini? İnternetdən də oxuyuram, 60 manata, 70 manata, 40 manata, 50 manata aparırlar. Sönür, heç nə yoxdur. Buradan çıx getirəm, bomboşlamaq da orada əziyyət çəkir. İçəridə adam çoxdur? Çoxdur, özü çıqar. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.